1989-cu ilin axırlarında Sverdlovskinin Smena qəzetində Sovet milyonçuları ilə müsahibə rubrikasında milyonçu kimi müsahibə vermişdi. 1994-cü ildə Kalmykiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə səfiri təyin edilmişdir. Bir çox Ərəb ölkələrində səfərdə olmuş, Saddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olmuşdur. O öz vəsaiti hesabına Rusiyada Həzrət Abbas məscidini tikdirib. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı Zülfüqarın rəsmi istehsalına başlayıb. Hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb. Milyonçu olmasına baxmayaraq mənəvi rahatlıq tapa bilmirdi. Cənnət Əliyev əvvəlcə xristiyanlığı qəbul edir. Daha sonra Krişnaya sitayiş etməyə başlayır. Başını qıxdırıb monaq olur. 13 ay gecə-gündüz bu fəlsəfəni öyrənir. 11 otaqdan ibarət 2 mərtəbəli imarətini insanlara ibadətgah kimi verir. Şamanizm, sufilik, yoga və digər cərəyanlar üzv olub.